Rəhman və Rəhim olan Allahın adıyla. Salam əziz dostlar, hər vaxtınız xeyir. Hər birinizi mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Artıq yəni bu günləri Şəvval ayının biri, yəni bayram günüdür. Bütün müsəlmanları, bacı və qardaşlarımızı, mömin və möminələri təbrik edirəm. Allah tutduğumuz orucları və etdiyimiz ibadətləri bizdən qəbul eləsin və Allah Taala gələn il mübarək Ramazan ayının orucunu və Ramazan ayını bizlərə nəsib etsin. Kim bu aydan nə qədər bəhrə apardısa, kimimiz az, kimimiz çox, hər birimizdən Allah dərəcəyi qəbul yetirsin və mən istəyərdim ki, artıq ki sabah, yəni səhər məscidlərdə və yaxud evlərdə bayram namazı qılınacaq, Fitr bayramının namazı. Bu namaz haqqında qısa olaraq məlumat verərdim ki, kimimiz məsələn belə deyək, hər birimiz məsciddə olmuruq, ziyarətgahda olmuruq və evlərimizdə oluruq və bu bayram namazı haqqında məlumatımız olsun. Fitr bayramı və Qurban bayramı namazları demək olar ki, eyni şəkildədir. Fitr və Qurban bayramlarının namazları Şiə məzhəbində Zəmanə imamın, yəni İmam Zaman ağanın hazır olduğu dövrdə, yəni zühuru dövründə vacib və cəmaatla qılınması lazım olan namazlardan. Amma qeybdə olduğu müddətdə isə müstəhəbdir. Bu namazı cəmaatla da qılmaq olar və fürada da qılmaq olar. Yəni fərdi şəkildə də qılmaq olar. Fitr bayramının namazı günəş yüksəldikdən sonra başlayır ta zöhr azanına qədər. Yəni səhərdən zöhr azanına qədər insan bunu qıla bilər. Daha yaxşı budur ki, insan iftar etsin. Təbii ki, biz o günü orucu olmuruq. Amma daha yaxşı olar ki, özümüzü aç saxlayaq namaza qədər və namaz əsnasında su ilə, bir xurma ilə iftar edib, fitrə verdikdən sonra bayram namazını qılmaq müstəhəbbidir. Fitr bayramı namazı, əzizlərim, 2 rükətdən ibarətdir. Yəni sübh namazı kimi 2 rükətdən ibarətdir. Birinci rükətdə həmd surə oxunduqdan sonra 5 qunut tutulur və 5 qunut tutulur və bundan sonra 6-cı təkbirdən sonra rükû və 2 səcdə yerinə yetirilir və ayağa qalxdıqdan sonra yenidən həmd və surə oxunulur və ikinci rükətdə isə 4 qunut tutulur və 5-ci təkbirdən sonra rükû və 2 səcdələr yerinə yetirilir, təşəhhüd və salam deyilir və bununla da namaz tamamlanır. Fitr bayramının namazının qunutunda hər hansı bir duanı deyə bilərik. Məsələn, qunutda Allahumma salli ala Muhammed və ali Muhammed və yaxud Rabbana atina fid dunya hasana və sair dualar deyilə bilər. Amma daha yaxşısı budur ki, bu duadır ki, Allahumma əhləl kibriya vəl əzəmə və əhləl əffi və rəhmə və əhləl təqva vəl məğfirə ki, və sair bu dua genişdir ki, dua kitablarında da müraciət eləyib buna baxa bilərsiniz. Və bundan da əlavə imam qayib olduğu zaman, yəni qeybdə olduğu müddətdə Fitr və Qurban bayramı namazlarını cəmaatla qılınsa, lazım ehtiyat budur ki, yəni bundan sonra imam 2 xütbə oxusun. Yaxşı olar ki, Fitr bayramı namazdan sonra fitrə zəkatının hökmləri bəyan olunsun. Qurban bayramı namazından sonra isə Qurban bayramının hökmləri haqqında danışılsın. Bayram namazının əzizlər xüsusi rükətlərində, yəni 2 rükətində xüsusi bir surə yoxdur. Yəni oxumaq şərt deyil. Məsələn, insan İxlas surəsi də oxuya bilər, Fələq də oxuya bilər, Nas da oxuya bilər. Amma daha yaxşısı budur ki, 1-ci rükətdə Şəms surəsi, 2-ci rükətdəĞaşiyə və yaxud da 1-ci rükətdə Əla, 2-ci rükətdə isə Şəms surəsi oxunsun. Müstəhəbdir ki, insan bayram namazına piyada, ayaq yalın, vüqarla geçsin və bayram günü, Fitr bayramının gününü qüsulunu etsin və başına ağ əmmamə qoysun və namaz əgər cəmaatla qılınarsa, bunu çöldə, yəni bayırda qılmaq daha müstəhəbdir, yəni açıq havada qılmaq daha müstəhəbbi əməllərdəndir. Bayram namazında başqa namazlarda olduğu kimi əgər cəmaatla qılınarsa, məmun həmd surədən başqa digər zikirləri özü oxuması şərtdir. Yəni həmd surəni imam oxuyur və insan digər zikirləri özü oxuyur. Əgər məmun yəni iqtida edən, piş namaza iqtida edən
belə desək, imam təkbirlərdən, belə deyək, imam bir neçəsini deyərsə və yaxud qunutlardan bir neçəsini deyərsə, məmun imama yetişərsə, bacardığı qədər təkbir və qunutları deməlidir. Misal üçün, qunutlarda Əlhəmdülillah da, Subhanallah da deyə bilər ki, özünü birinci rükədə çatdırsın. Əgər bunlar da çatmasa, hələ təkcə təkbirləri desə kifayət eləyər. Əgər bunları da yetişməzsə, artıq görür ki, imam rüküyə əyilir, niyyət eləyir, fitr bayramının namazını qılıram qurbətən ilallah və imamla birlikdə rüküyə gedir və o onun birinci rükəti sayılır. Və ondan sonra namazın digər hissələri ki, səcdə və digər hissələri isə imama qoşularaq namazını qılır və namazını tamamlayır. Bayram namazı haqqında bu qədər. İnşallah Allah bizlərə gələn il Ramazan ayını nəsib eləsin. Allah hər birinizdən razı olsun və Allah bizləri bu yolda, yəni İslam və Əhl-i-Beyt yolunda daima sabit qədəm etsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.